Yatmazdan əvvəl cəmi 30 dəqiqə telefon. Amma beyin üçün bu çox şey deməkdir. Təsir nömrə 1. Beyin yatmaq əvəzinə oyanır. Telefonun mavi işığı beyinə deyir ki, hələ gündüzdür. Melatonin azalır və yuxu gecikir. Təsir nömrə 2. Beyin həddindən artıq yüklənir. Mesajlar, videolar, xəbərlər beyin sakitləşmir, əksinə daha da aktivləşir. Təsir 3. Narahatlıq və düşüncələr. Buna görə yatağa girəndə fikirlər dayanmaz, bədən uzanır, amma beyin oyaq qalır. Təsir nömrə 4. Səhər halsızlıq. Yatsan belə bu dərin yuxu olmur. Səhər oyanırsan, amma enerji yoxdur. Nə etmək olar? Yatmazdan ən az 30 dəqiqə əvvəl telefonu kənara qoy. Beyin buna çox tez reaksiya verəcək. Yox. Bəs sən bu axşam sınayacaqsan? Videonu yadda saxla və şərhlərdə yaz.